Təyinə baxaq indi isə. Təyin deməli biraz əvvəl də dedik ki, bütün cümlə üzvlərini izah eləyə bilər. Hətta təyin təyini də izah eləyə bilər. Deməli bu nə deməkdir? Məsələn, tutaq ki, nümunələr yazım, nümunələr üzrə baxaq. Tutaq ki, deyirəm ki, maraqlı filmdir. Nədir? Filmdir. Necə filmdir? Maraqlı filmdir. Təyin ismi xəbəri izah elədim. Daha sonra deyirəm ki, maraqlı filmə baxdı. Baxdı nəyə? Filmə. Necə filmə? Maraqlı filmə. Tamamlığı izah elədim. Və ya yazıram ki, maraqlı film var. Var nə film, necə film, maraqlı film, mübtədanı izah elədi və ya təyini də izah eləməsini göstərək. Deyirəm ki, bu, ya da elə qabağını artıraq. Məsələn, deyirəm ki, bu maraqlı filmə bax. Bu maraqlı filmə baxdı. Deyirəm, hansı maraqlı filmə baxdı? Bu maraqlı filmə baxdı. Bu şəkildə deyə bilərik. Bir də səhvliyi də izah eləyə bilər. Məsələn, deyirəm ki, maraqlı evdə yaşayır, tutaq ki, harada yaşayır və ya uzaq şəhərdə yaşayır, harada yaşayır deyə bilərik. Uzaq şəhərdə yaşayır. Nə edir? Yaşayır. Harada? Şəhərdə. Hansı şəhərdə? Uzaq şəhərdə. Deməli, təyin mübtədanı da izah elədi, xəbəri də izah elədi, tamamlığı da izah elədi, təyin də izah elədi, amma xəbərdə ismi xəbəri izah eləyəcək, feili xəbəri izah eləyə bilməz. Və təyinin suallarını da yadda saxlayaq. Sualları necə, nə cür, hansı, neçə, nə qədər, neçənci. Bunlar olacaq təyinin sualları. Tamamlıqda isə deməli tamamlıq adlıq və yiyəlik haldan başqa qalan hallarda ola bilər. Deməli bir adlıq halda olmayacaq, bir də yiyəlik halda olmayacaq. Ona görə ki, adlıq halda olan mübtədadır. Yiyəlik halda da ona görə ola bilmir ki, yiyəlik hal müstəqil şəkildə cümlə üzvü ola bilmirdi. Olsa da bir dənə xəbər ola bilərdi. Həmişə mənsubiyyətdən işlənir. Ona görə adlıq və yiyəlik halda ola bilməz. Digər hallarda ola bilər. Buna uyğun da tamamlığı sualına baxaq. Deməli, kimə, nəyə, kimi, nəyi və haranı. Bir dənə buna diqqət eləyək ki, haranı sualı tamamlığı sualıdır, ən çox düşənlərdəndir. Amma haraya, haradan bunlar yoxdur. Kimdə, nədə, kimdən, nədən, kim ilə, nə ilə, kim üçün, nə üçün, bu da olacaq tamamlığın sualları. Tamamlıq da rahatdır, suallarını tapacaq. Yenə sadə və mürəkkəb ola bilər, nitq hissəsi və söz birləşmələrindən ifadə oluna bilər, qoşmalı sözlərlə ifadə oluna bilər. Bu da olur tamamlıqla bağlı, xətlər də qırıq-qırıq xətlərlə ifadə olunur. Və gəldik zərflik bölməsinə. Zərflik isə zərfə oxşuyur, amma zərflə eyniləşdirə bilmərik. Çünki zərf nitq hissəsidir, zərflik cümlə üzvüdür. Və zərflik bütün nitq hissələri isimlə də, sifətlə də, sayla da, əvəzliklə də ifadə oluna bilər, zərfin özündən də ifadə oluna bilər, feili sifətlə ifadə oluna bilər, məslərlə ifadə oluna bilər ki, bir də söz birləşmələrlə. Ona görə deyirik ki, zərflik geniş anlayış gedəcək. Zərfliyin də növləri var. 6 dənə növünü keçirik. Zərflə bir dənə də fərqi buradadır. Zərfin 4 dənə növü var. Zərfliyin 6 dənə növü var. Deməli, tərz hərəkət zərfliyi var. Tərz hərəkətin sualları olacaq. Necə, nə cür, nə tərzdə.
Yox, əgər artıra bilməsəm, desəm ki, irəli qorxuludur. Necədir? Qorxuludur. Hara? İrəli. Mən haraya qorxuludur deyə bilmirəm. Artıra bilmədiyimə görə mübtəda olacaq. Fərqi də buradadır. Sonra gəldik səbəb və məqsəd növünə baxırıq. Səbəblə məqsəd də bir-birinə oxşuyur, amma fərqlər nədədir? Səbəbdə iş kör-körənə baş verəcək və birinci olaraq iş və hadisə zərflikdə baş verir. Zərflikdə bizim işimiz baş verir kör-körənə şəkildə. Daha sonra xəbərdəki davam edir. Məqsəddə amma tam əksidir. Birinci xəbərdəki baş verir, sonra zərflikdəki iş baş verəcək. Daha sonra miqdar zərfliyi var. Miqdar zərfliyi nə qədər, nə dərəcədə? Neçə sualı yoxdur. Miqdar zərfində də yox idi, burada da yoxdur. Sonra zaman, nə vaxt, nə zaman? Yer zərfləri. Hara, haraya, harada, haradan. Təkrar bir də burada vurğulayıram. Haranın sualı yoxdur. Haranın sualı yoxdur. Bu sual olacaq tamamlıqda. Və bir də nəyə diqqət edirik? Hara sualı məsələsinə. Hara sualı həm mübtədada var, həm də yer zərfliyində var. Əgər biz hara sualı verdiyimiz sözə A şəkilçisi artıra biliriksə, onda bu olacaq nə? Zərfli olacaq. Deməli, A şəkilçisi artıra biliriksə, ən rahat yolumuz budur. Məsəl üçün deyirəm ki, irəli baxdı. Bu bizim cümləmizdir. Əgər mən bura A-ə artıra bilirəmsə, deyirəm ki, irəliyə baxdı deyə bilirəm. Deməli, olacaq nə? Zərflik. Məsələn, deyirəm ki, ayağı ilişdiyi üçün yıxıldı. Deməli, burada biz baxırıq ki, kör-körənə şəkildə baş verir istəmədən. Buna görə həm səbəbə gedir, həm də nəyə baxırıq? Birinci ayağı ilişir, daha sonra bu yıxılır. Ona görə birinci işimiz səbəbdə baş verdi, birinci bu baş verib, ikinci isə bu baş verib. Ona görə deyəcəyik ki, səbəbdir. Amma məqsəddə tam əksidir. Səbəbdə bir dənə bu hissəsini yazaq. Deməli, birinci zərflikdəki iş baş verəcək, ikinci xəbərdəki iş. Amma məqsədə baxaq, məqsəddə necə olacaq? Birinci xəbərdəki iş baş verir, daha sonra zərflikdəki iş. Məsələn, yenə oxşar bir cümlə ilə gedək ki, yaxşı yadda qalsın. Məsələn, deyirəm ki, yıxılmamaq üçün qapıdan tutdu. Deməli, burada məqsədlidir. Yəni, kör-körənə baş vermir. Özü bilərəkdən qapıdan tutur. Və birinci bu adam qapıdan tutur, birinci bu baş verdi. Daha sonra yıxılmır. Ona görə bu da olacaq ikinci baş verənimiz. Deməli, bu da olacaq nə? Məqsəd zərfliyi. Və cümlənin söz birləşməsindən fərqi odur ki, söz birləşməsində konkret bir fikir bitkinliyi olmur. Amma cümlədə fikir bitəcək. Və söz birləşməsi ən azı iki əsas hissəsindən ibarət olurdu. Cümlə isə bir sözdən ibarət ola bilər. Daha sonra cümlənin məqsəd və intonasiyaya görə növləri var. Belə ki, məqsəd və intonasiya odur ki, biz hər hansı bir cümlənin müəyyən bir məqsədlə istifadə edirik. Məsəl üçün, nə isə soruşuruqsa, məqsədimiz soruşmaqdır. Və bu vaxt bizim intonasiyamız da ona uyğun olacaq. Tutaq ki, məsələn, mən evə gedirsən sözünü sual məqsədinlə verirəmsə, intonasiyam da ona uyğun olacaq. Belə sual verəcəm ki, evə gedirsən,
və ya sadəcə fikrimi çatdırmaq istəyirəmsə, intonasiyam ona uyğun olacaq ki, evə gedirsən. Bu şəkildə. Yəni məqsəd və intonasiya nədir? Bizim hansı məqsədlə cümləni istifadə etməyimizə əsasən intonasiyamızı uyğunlaşdırmağımız. Məqsəd və intonasiyaya görə cümlənin 4 dənə növü var. Nəqli cümlə, əmr cümləsi, sual cümləsi və bir də nida cümləsi. Birinci olaraq başlayaq nəqli cümlədən. Nəqli cümlədə fikir, hadisələr bizdə nəql etmə, yəni nağıl etmə yolundan çatdırılacaq. Nəqli cümlənin sonunda nöqtə işarəsi qoyulacaq. Nəqli cümlənin xəbəri, ismi xəbər də ola bilər, feili xəbər də ola bilər. Və nəqli cümləni intonasiya ilə biz sual və nida cümləsinə çevirə bilərik. Bunu sual və nida cümləsini izah eləyəndən sonra ətraflı şəkildə göstərəcəm. Deməli, nəqli cümlə ilə bağlı əsas qaydalarımızı bildik. Məsələn, kitab var, kitab maraqlıdır, dərsdə yorulmuşdu. Bu tip fikirlər hamısı nəqli cümlə sayılacaq. Və yadda saxlayaq ki, nəqli cümlənin xəbəri feilin əmr şəklində ola bilməz. Qalan bütün şəkillərdə hər formada ola bilər, amma feilin əmr şəklində ola bilməz. Ona görə bunu qeyd olaraq yadda saxlayırıq ki, nəqli cümlənin xəbəri feilin əmr şəklində ola bilməz. Bunun səbəbi odur ki, feilin əmr şəkli əmr cümləsində istifadə olunacaq. Ona görə nəqli cümlənin xəbəri əmr şəklində ola bilməz. Bu oldu nəqli cümləmiz. Daha sonra keçirik əmr cümləsinə. Əmr cümləsində xahiş, məsləhət, yenə təkrar bir də deyim, yadda saxlayaq ki, qrammatik əsas deyəndə mübtəda və xəbər nəzərdə tutulacaq. Yəni, bir xəbər, bir mübtəda varsa biz bunu götürürük sadə cümlə. Amma cümlənin 2 xəbəri və hər xəbərində öz mübtədası varsa, bu sayılacaq mürəkkəb cümlə. Və cümlənin növləri var ki, sadə və mürəkkəb ola bilər. Sadə və mürəkkəb cümlənin fərqi oradadır ki, sadə cümlənin bir qrammatik əsası olur, mürəkkəb cümlənin isə 2 və daha artıq qrammatik əsası olur. Qrammatik əsas deyərkən isə mübtəda xəbər nəzərdə tutulacaq. Məzmun olacaq. Əmr cümləsində sonunda nöqtə işarəsi qoyulacaq. Xəbəri yalnız feili xəbər olur, yəni ismi xəbərlə ifadə oluna bilməz. Və əmr cümləsinin xəbəri yalnız feilin əmr şəklindən ifadə oluna bilər. Başqa heç bir nitq hissəsi sözlə ifadə oluna bilməz. Yalnız feilin əmr şəklindən ifadə olunur. Daha sonra siz yazın, onlar yazsınlar. Feilin əmr şəkli bu formadadır və bizim əmr cümləmizin xəbəri də eyni ilə bu formada olmalıdır və sonda nöqtə qoyulacaq. Bu da oldu əmr şəklindən, yəni əmr cümləsindən bağlı. Daha sonra gəlirik sual cümləsi. Sual cümləsi sual məqsədindən istifadə olunur və bizim burada sual cümləsini istifadə etməyimizdə 2 məqsədimiz var. Birinci məqsəd odur ki, məlumat almaq. İkinci məqsədimiz isə məlumatı dəqiqləşdirmək. Məsələn, evə getsin, dərslərini oxusun, mən kitabları oxuyum, siz filmə baxın. Bu tip olanların hamısı əmr şəklidir. Və xatırlatma olaraq da feilin əmr şəklində olan feilə aid nümunə də göstərim ki, tam yadda qalsın. Məsəl üçün deyirik ki, mən yazım. Sən yaz. O yazsın. Biz yazaq. Burada bir dənə qrammatik şəkilçidir. Xatırlatma olaraq deyək ki, arzu şəklində də yazaq formasındadır, əmr şəklində də. Fərqi o idi ki, arzu şəklində 2 qrammatik var, yəni A-ə arzu şəkli, Q şəxs sonluğudur. Amma əmr şəklində bütövlükdə bir dənə qrammatikdir. Bunların fərqi odur ki, məlumat almaq məqsədindən olduqda biz cümlə şəklində cavab verməliyik. Amma məlumatı dəqiqləşdirmək üçün olanlarda sual, təsdiq və inkar ədatlarından cavab verə bilərik. Yəni, hə, yox, bəli, xeyirlə
cavab vermək mümkündür. Məsələn, deyirəm ki, dərsə getdinmi? Bəli, xeyr deyə cavab verə bilirik. Deməli, məlumatı dəqiqləşdirməkdir. Amma bugünkü dərsimiz nədir deyəndə məlumat almaq üçün olur. Daha sonra sual cümləsi 3 yolla yarana bilər. Birinci yolumuz olacaq sual əvəzlikləri. Sual əvəzlikləri bilirik ki, əsas nitq hissələrinin suallarıdır. İsim, sifət, say, əvəzlik hisslər, feilin sualları. İkinci sual ədatları. Sual ədatlarında köməkçi nitq hissələrində danışmışdıq. Bəs, məgər, yəni, mı, bir də ki. Bunlar olacaq sual ədatları. Bir də var sual intonasiyası. Üçüncü sual intonasiyası. Və yadda saxlayaq ki, sual ədatı və sual əvəzliyi bütün sual cümlələrində olmur. Amma sual intonasiyası bütün sual cümlələrində olacaq. Bunu qeyd olaraq yadda saxlayırıq ki, bütün sual cümlələrində sual intonasiyası olur. Və bəzən çaşdırıcı sual kimi qabağımıza nə çıxa bilər? Desək ki, nida cümlələrinin hamısında köməkçi nitq hissəsi nida olmalıdır, səhvdir. Köməkçi nitq hissəsi nida iştirak eləyə bilər, amma mütləq deyil. Yəni, biz intonasiya ilə da nida cümləsini yarada bilirik. Ona görə mütləq deyil. Məsələn, hiss həyəcanla desək ki, 5 aldım, bu artıq nida cümləsi olacaq. Sual intonasiyasında biz uzatma ilə yaradırıq. Məsələn, tapşırığı yazsın, evə getsin, bu formada olduqda intonasiya ilə yaratmış oluruq. Və gəldik nida cümləsinə. Nida cümləsi də hiss həyəcan bildirəcək. Sonunda nida işarəsi qoyulur. Və qeyd olaraq yadda saxlayaq ki, nəqli cümlə ilə əmr cümləsini intonasiya vasitəsindən sual və nida cümləsinə çevirmək olar. Yəni, biz intonasiyamızı dəyişərək, tutaq ki, nəqli cümlədə deyirəm ki, kitab maraqlıdır. Belə bir cümlə dedim, oldu nəqli cümlə. Amma desəm ki, sual intonasiyasına çevirsəm ki, kitab maraqlıdır, olacaq sual cümləsi. Və bu formada dəyişə bilərik. Məsələn, deyirəm ki, məktəbə gəlsin, əmr cümləsidir. Amma deyirəm ki, məktəbə gəlsin, artıq bu olacaq nida cümləsi. Yəni, dəyişə bilirik. Amma əsas vacib qeyd olaraq yadda saxlayaq ki, nəqli cümləni əmr cümləsinə, əmr cümləsində nəqli cümləyə çevirmək mümkün deyil. Deməli, nəqli cümləni əmrə, əmr cümləsini də nəqliyə çevirmək olmaz. Bunun səbəbi də yəqin ki, aydındır. Çünki biz demişdik ki, əmr cümləsinin xəbəri feilin əmr şəkli olmalıdır. Nəqli cümlənin xəbəri amma feilin əmr şəklində ola bilməzdi. Bütün məsələ buradadır. Ona görə nəqli ilə əmri bir-birinə dəyişə bilmirik. Cümlə üzvlərinin izahına baxırıq indi isə. Cümlə üzvlərini biz iki qrupa bölürük. Baş üzvlər, bir də ikinci dərəcəli üzvlər. Baş üzvlərin ikincisi adı da qrammatik əsas adlanacaq. Baş üzvlərə mübtəda və xəbər aiddir. İkinci dərəcəli üzvlər isə təyin, tamamlıq, zərflik aid olacaq. Deməli, cümlə üzvləri ilə bağlı onu yadda saxlayaq ki, cümlə üzvləri quruluşca iki cür ola bilər. Sadə ola bilərlər, bir də mürəkkəb ola bilərlər. Fərqləri odur ki, sadə nitq hissəsindən, yəni sözlə ifadə olunacaq. Söz deyəndə də mötərizədə yazıram, yəni söhbət nitq hissəsindən gedəcək. Bir də mürəkkəb ola bilər. Mürəkkəb olanda da söz birləşməsindən ifadə olunacaq. Deməli, fərqimiz buradadır. Məsələn, desək ki, sadə mübtədanı göstər, biz nitq hissəsindən ifadə olunanı götürəcəyik. Və yenə, eyni ilə söz birləşmələrində olduğu kimi köməkçi nitq hissələri olmaq, etmək, eləmək quruluşa təsir eləməyəcək. Və burada vacib qaydamız olaraq yadda saxlayaq ki, cümlə üzvləri içərisində mübtəda ən müstəqil cümlə üzvümüzdür. Yəni, heç nədən asılı deyil. Xəbər isə ən zəruri, yəni vacib, lazımlı
cümlə üzvümüzdür. Təyində isə onu yadda saxlayaq ki, təyin bütün cümlə üzvlərini, hətta özünü də izah eləyə bilər. Və bir də suallarını ayrıca olaraq yazacağım. Bir dənə burada onu yadda saxlayaq ki, haranın sualı da tamamlıqda olacaq. Çünki haraya, haradan zərfliyin sualıdır. Amma haranın sualında diqqətli olaq ki, tamamlığın sual olacaq. Bu ümumi vacib qeydlərimizdir. İndi isə başlayaq mübtəda bölməsindən. Mübtəda dedik ki, ən müstəqil cümlə üzvüdür. M hərfindən yadda saxlayaq ki, ən müstəqil cümlə üzvümüzdür. Və müstəqil olduğuna görə heç nədən aslı deyil. Yəni, heç bir cümlə üzvündən aslı deyil. Hətta deyəcək ki, xəbər də mübtədadan aslı olur. Və mübtəda adlı halda olacaq. Adlı halda olsa da, mübtədada cəm şəkilçisi, mənsubiyyət şəkilçisi ola bilər. Və mübtədanın sualları kim, nə, hara sualına cavab verəcək. Və biraz əvvəl dediyimiz kimi, mübtəda da quruluşca sadə və mürəkkəb ola bilər. Sadə nitq hissələrindən ifadə olunacaq. İsim, isimləşmiş sifət, say, yer zərfləri, əvəzlik, bunlar hamısı isim ola bilər, mübtəda ola bilər. Sonra məsdər, isimləşən feili sifət. Bunlar hər biri mübtəda vəzifəsində çıxış edə bilər. Bir də kim, nə, hara sualı cümlənin içində iştirak eləyərsə, o da mübtəda olacaq. Deyirəm, kim dərsə hazırdır. Burada kim özü mübtəda olacaq. Sadəcə olaraq sual əvəzliklərində demişik ki, sual əvəzliklərində sual vermək olmur. Yəni, mən kimə sual verə bilməsəm də, amma cümlə üzvü kimi mübtəda olacaq. Və sadə mübtəda sayılacaq. Mürəkkəb mübtəda isə ikinci qrup ismi birləşmə, üçüncü qrup ismi birləşmə, məsdər tərkibi, feil sifət tərkibi, bir də parçalanmayan birinci qrup ismi birləşmələrdən danışmışdıq ki, yer və məkan bildirən hər tərəf, hər yer, hər zaman, yeni il. Bunlar hər biri mürəkkəb mübtəda olacaq. Məsəl üçün nümunələrə baxaq mübtəda ilə bağlı. Deyirəm ki, hər tərəf qaranlıq idi. Necə idi? Qaranlıq idi bizim xəbərimiz. Hara? Hər tərəf. Bu olacaq mübtəda və ifadə olunubdur birinci qrup ismi birləşməklə. Və ismi birləşmələrdə birinci qruplar normalda parçalanır. Bu parçalanmayanlara aid olduğuna görə birlikdə gedəcək. Və ya deyirəm ki, gecə gözəldir. Nə gözəldir? Gecə. İsimdən ifadə olundu. Yuxarılar gəldi. Kim gəldi? Yuxarılar. Yer zərfindən ifadə olundu. Dərs oxumaq vacibdir. Vacibdir. Nə? Dərs oxumaq. Məsdər tərkibindən ifadə olundu. Burada sadəcə olaraq nəyə diqqət eləyək? Bəzən cümləni verir, deyir, mübtəda nə ilə ifadə olunubdur? Variantın birinə yazır məsdər, birinə yazır məsdər tərkibi. Burada diqqətli olaq. Ben məsələn desəm ki, dərs oxumaq vacibdir. Vacibdir. Nə? Dərs oxumaq. Burada iki sözdən ibarət olduğuna görə bu məsdər tərkibi sayılacaq. Yəni, variantdan məsdəri işarələsək səhv çıxacaq. Məsdər tərkibini işarələməliyik. Yox, əgər desəm ki, oxumaq vacibdir. Vacibdir. Nə? Oxumaq. Burada bir sözdən ibarət olubdur, ona görə sayılacaq məsdər. Məsdər olanımız quruluşca sadə sayılacaq, məsdər tərkibi olan isə mürəkkəb sayılacaq. Burada xüsusi olaraq diqqətli olaq. Məsələn, kim gəldi? Nə etdi? Gəldi. Kim də bizim mübtədamız. Daha sonra xəbər mövzusuna baxaq. Dedik ki, xəbər ən zəruri, yəni vacib, lazımlı bir cümlə üzvüdür və xəbər yalnız mübtədadan asılı olur. Başqa heç nədən asılı ola bilməz. Yalnız mübtədadan asılı olur. Mübtədada da nə baxımdan asılı olacaq? Şəxsə kəmiyyətə görə. Mübtəda hansı şəxsdədirsə, xəbər də həmin şəxsdə olacaq. Və ya mübtəda təkdədirsə, xəbər də təkdə olacaq. Cəmdədirsə, xəbər də cəmdə olacaq.
Deməli, xəbər ən zəruridir, yalnız mübtədadan asılıdır və mübtədadan şəxsə və kəmiyyətə görə asılı olacaq. Xəbərin də qurulurca yenə iki növ var, sadə və mürəkkəb. Nitq hissələrlə ifadə olunursa sadədir, söz birləşməsindən ifadə olunursa mürəkkəbdir. Bir də burada nə də diqqətli olaq? Məsələn, düzəltmə sözlə, mürəkkəb sözlə ifadə olunanlar da sadə sayılacaq. Çünki onlar bir dənə söz sayılır. Məsələn, deyirəm ki, babam balıqçıdır. Bu düzdür. Ayrılıqda düzəltmə söz ola bilər. Amma mən bunu xəbər kimi sadə xəbər götürəcəm. Çünki bir dənə sözdür. Düzəltmə olsa belə xəbər olaraq sadə xəbər sayıldı. Bir də olmaq, etmək, eləməkdə diqqətli olaq. Məsələn, deyirəm ki, qocalara kömək etdi. Qocalara kömək et şəklində yazdım. Məsələn, nə et? Kömək et, kimə? Qocalara. Bu oldu bizim cümləmiz. Kömək et, ümumiyyətlə olmaq, etmək, eləmək mürəkkəb feili yaratdığına görə bu sayılacaq yenə sadə xəbər. Ayrılıqda mürəkkəb feil ola bilər. Amma mən bunu bir dənə söz götürəcəm. Kömək etməkdə köməklə eti ayrıca söz kimi götürmürük. Bir dənə söz sayılacaq. Və nəyi yadda saxlayaq? Tərkibində şəxs şəkilsi, idi, imiş, istək, istəciyi olan bütün sözlər xəbər olacaq. Deməli, şəxs şəkilsi, bir də bunlar sayılacaq predikativ sözlər. Predikativ sözlərdə bir də nəyə diqqət eləyək? Predikativ sözlər həm ismi xəbər oldu, həm də var, yox, lazım, gərək, bəs bunlara aid oldu. Və predikativ sözlərə sual vermək olmur. Testlərdə qabağımıza ən çox çıxan sual tipi hansıdır? Deyir ki, hansı variantdakı cümlə üzvünə sual verə bilmirik. Bu vaxt biz ya predikativ sözlə ifadə olunan axtarırıq, ya da sual əvəzliyindən. Çünki sual əvəzliklərinə də sual verə bilmirik, predikativ sözlərə də. Deməli, ismi xəbəri bildik. İsmi xəbər təkrar bir də xatırladıram ki, məsdər, feili sifət, bir də feili birləşmələrdə ismi xəbər sayılacaq. Bunları gedib feili xəbər götürməyək. Feili xəbərə nələr aid olacaq? Feilin təsriflənən formaları, yəni feilin şəkilləri. Məsələn, balıqçı idi, biraz əvvəl dediyimiz, müəlliməm, həkimdir, həkimsən, necəyəm, necəsən, gəldi, getdi, fərqi yoxdur, şəxs şəkilsi olan və ya idi, imiş nə görsək, xəbər olaraq götürəcək. Və xəbərin iki dənə növ var. İsmi xəbər var, bir də feili xəbər var. İsmi xəbərlə feili xəbərin fərqi nədədir? İsmi xəbər ifadə olunacaq adlarla. Adlar deyəndə feildən başqa digər əsas nitqsələr nəzərdə tutulur. İsim, sifət, say, əvəzlik, zərf. Daha sonra məsdər, burada diqqətli olaq, məsdərlə feili sifət ismi xəbəri yaradacaq, feili xəbər olmayacaq. Feili sifət. Daha sonra söz birləşmələrində ismi birləşmələr, yenə feili birləşmələr, məsdər tərkibi, feili sifət tərkibi. Bir də predikativ sözlər. Predikativ sözlər hansılardır? Var, yox, lazım, gərək. Feili xəbərə də yalnız bunlara aiddir, fərqini bildik. İsmi xəbər, feili xəbər tapanda bu hissələrə diqqət edirik. Bir də frazeoloji birləşmə məsələmiz var. Frazeoloji birləşmələrdə ismi xəbər də ola bilər, feili xəbər də ola bilər. Əgər məsdər feili sifət formasındadırsa, ismi xəbər olacaq. Feilin şəkilləri formasındadırsa, feili xəbər sayılacaq. Və ən əsası sintaktik təhlil zamanı həmişə birinci xəbəri tapırıq, xəbərdən sual verərək mübtəda və digər cümlə üzvlərini tapırıq və taparkən nəyə diqqət edək? İkinci qrup ismi birləşmə, üçüncü qrup ismi birləşməni qəti şəkildə parçalamırıq. Üçüncü qrup ismi birləşmənin arasına söz daxil olur. Məsələn, deyirəm ki, şəhərin gəzməli yerləri tutaq ki,
arasına söz daxil olsa belə, biz onu parçalamadan bütövlükdə götürürük. Şəhərin, gəzməli yerləri bütövlükdə bir dənə cümlə üzvü olacaq. Bunlara diqqət edək. Məstər tərkibi, fe'li sifət tərkibi bir dənə cümlə üzvü olacaq. Frazeoloji birləşmələr parçalanmır, o da bir dənə cümlə üzvü olur. Əsas bu məqamlara diqqət edəsək, sintaktik təhlildə problem yaşamarıq. Bu da oldu xəbər mövzusundan bağlı. Və əsas qaydamız yenə nədir? Fe'li xəbərlərin ismi xəbəri fərqləndirmə qaydamız. Sadə və mürəkkəb olmağını da bildik, ifadə vasitələrini də bildik.